8-ci sinif şagirdi Fatimə Zəkiyeva vəfat edib. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə şagirdin təhsil aldığı Xudad Şəhər Nərimanov adına 2 saylı tam orta məktəbin sosial şəbəkə hesabında paylaşım olunub. Onun uzun müddət davam edən aplastik anemiya xəstəliyindən əziyyət çəkdiyi və Antalya'da müalicə aldığı xəstəxanada həyatını itirdiyi açıqlanıb. Cəlilabadda da yeniyetmənin ölümü ilə nəticələnən hadisə baş verib. Hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb. Belə ki, 2011-ci il təvəllüdlü yeniyetmə evin həyətindən döş nahiyəsinin kəsilmiş deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq o vəfat edib. İlkin olaraq valideynləri uşağın yıxılaraq armatur parçasının bədənində batması nəticəsində xəsarət aldığını bildiriblər. Lakin polislərin keçirdiyi araşdırmalar zamanı hadisənin tam təfərrüatı məlum olub və həqiqət aşkara çıxıb. Məlum olub ki, yeniyetmənin anası Səliqə Abdülhüseynova əlində bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib və o bıçaq xəsarəti alıb. Abdülhüseynova saxlanılıb, faktla bağlı araşdırma aparılır. Bu səhər Bakı metrosunda qorxulu anlar baş verib. Belə ki, qatarda tüstülənmə olub. Doğru Xəbər Azərbaycan Oxarza istinadən xəbər verir ki, hadisə metronun 28 may stansiyasında qeydə alınıb. Məsələ ilə bağlı aidiyyatı quruma sorğu göndərilib. Hazırda tədbir aparılır, əlavə məlumatlar veriləcək. Ələt-Astara magistral yolunun Salyanın Şorçulu kəndindən keçən hissəsində ağır qəza olub. Belə ki, Kia idarəetmədən çıxaraq aşıb. Nəticədə Goranboy rayon sakini 1994-cü il təvəllüdlü Babayev Namaz Qurbanoğlu hadisə yerində ölüb. 2007-ci il təvəllüdlü Nahid Oruçsoy isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Baş vermiş faktla bağlı araşdırmalar aparılır.